Salam əziz izləyicilər, kanalıma və videoma xoş gəldiniz. Bugün sizinlə birlikdə mix test, yəni ingilis dilindən qarışıq testin 3-cü sınağının izahına baxacağıq. Gəlin vaxt itirmədən birinci sualdan başlayaq. Bizə deyir ki, yeri kağıda olan düzgün deməli cümləni seçin. Birinci cümləyə baxaq. The Browns country cottage has already been built. Biz burada The Browns-a və apostrof S ya da S apostrof olduğuna fikir veririk. Görürəm ki, D olan isimlərdə nə olmalıydı? S apostrof və düzgün verilib. Ona görə də bir variantını götürürəm. Daha sonra she is staying at her aunt's. Yəni xalası gildə qalır. Xalası gil olanda apostrof S olurdu. Yəni tək də olurdu. İki də düzgündür. Sonra üçüncüdə deyilən siz got two prizes. Demişdik ki, əgər bir cümlədə got və ardından apostrof S varsa, bu nədir? Has got-un qısaldılmışıdır. Ona görə də üçüncü variantı çıxıram. 4-də the boy is going to help his mother about the house. Going deyir. Feil varsa deməli bu nədir? Is goingdir. Is goingin nə idi? Qısaldılmışıdır. Ona görə 4-ü də çıxıram və son olaraq qalır variantımız 1 və 2. İndi ikinci suala keçək. İkinci sualda bizə nə deyir? İsimləri deyir, cəmdə seçək. Scissors, furniture, business sayılmır. Physics də sayılmır. Dear, goods, news sayılmır. Teas, goose təkdədir. Glasses, clothes, mice. Düzgün cavab Y variantıdır. 3-də Nick crossed the Black Sea by boat. Deməli burada Y variantı olacaq. Çünki by olanda heç bir artikel işlənmirdi. Black Sea ilə isə D işlənirdi. 4-cüdə McDonald's has deməli a number of branches in the Republic of Azerbaijan too. Deməli ikincidə D olacaq. D olmayanlar çıxsam. Birincidə də ne olacaq? Çünki number of demirik, a number of deyirik. Bu bir birləşməkdir. 5-ci sual. Jane expected deməli to invite her. Deyir ki, Jane gözləyirdi ki biz onu deməli evimizə dəvət edəcəyik. Jane expected us to invite her to our house. Deməli mine olmaz, their olar. Deməli ours olmaz çünki ours və mine'dan sonra bilirik ki, isim gəlmir. 2'lər getdi. 4 də getdi. Sona qaldı 1, 3, 5. Birimiz bir görə uyğundurmu? Jane expected us to invite her to our house. Bəli, bu düzgün. Me, my. Deməli, Jane expected me to invite her to my house. Bu da uyğundur. 5-də Jane expected them to invite her to their house. Yəni onları elə bilirdi ki, onlar Jane'i evlərinə nə edəcəklər? Dəvət edəcəklər. Ona görə də cavabımız olur 1, 3, 5. Sonra bu da asan bir sualdır. Do your job, deməli yourself, yəni Joseph öz işlərini özün et. 7. Alice's nephew put the spectacles into the case. Düzgün deyir, əvəzliyi seçin. Alice's nephew nədir? Oğlandı. Bilirik, niece qızıydı. Niyəcə yazılır? Bu qız idi. Amma nephew nə idi? Oğlan idi, yəni he ilə işlənirdi. Ona görə burada birincidə he olacaq. Put the spectacles. Spectacles günəş gözlükləridir və cəm olduğuna görə D olacaq. Yəni them. It demək olmaz. Çünki it desək nə olar? Axı cəmdədir, necə it deyək? Yəni spectacles cəmdədir. Daha sonra 8-ci sualda deyir ki, Dan var burada. Yəni bizdən nə istəyir? Sifətin dərəcəsini istəyir. David is, then Jack isn't he. Deməli, David is taller-dan olar. Çünki more taller olmaz. The tallest olmaz. Üstünlük dərəcəsi deyil. Most tall olmaz. Tall olmaz. Deməli, D variantı. His opera was one of the most splendid works in the world. Demişdik ki, ərazi varsa, yəni yer bildirən sözlər varsa cümlənin sonunda, zaman varsa, nə olur? Üstünlük dərəcəsi olur. Hətta tərcüməyə belə baxsaq, uyğun gəlir. Yəni onun operası dünyanın ən belə möhtəşəm əsərlərindən biri idi. The town is ancient. There are old buildings here. Old buildings. Buildings cəmdə deməli biz sayılanları götürürük. Elotdan sonra isim gəlməz. Maç sayılmayanlarla işlənir. Elitl getdi. İndi tərcüməyə baxaq. Şəhər qədimdir. Burada çoxlu qədim binalar var. Çoxludursa elotov olacaq. Bu arada elotov həm sayılanlar, həm sayılan isimlərlə, həm də sayılmayan isimlərlə işlənir. Bunu da qayda kimi yadınızda saxlayın. 11-də Sarah likes physics very much. Mən bu sualın izahını shorts kimi paylaşmışdım. Daha ətraflı olaraq oradan keçib baxa bilərsiniz. İlk öncə mən burada zamana baxıram. Zamanım nədir? İndiki sadə zaman. İndiki sadə zamanın sualı nə ilə düzəlir? Do doesla düzəlir. Deməli mən izli çıxacağam. İkinci olaraq baxıram, cümləm təsdiqdədir. Likes deyir. Onun inkarları çıxıram. Burada da neither var. Bu da inkar deməkdir. Bunu da çıxıram. Cavabım qalır A variantı.
Onu silim. Y oxşuyur. Elə bilərsiniz cavab Y variantıdır. Y deyil, nədir? A'dır. 12. Bu arada deməli neçə sualdır bu? 32 sualdır. If you deməli If you at 5 you will catch the plane. Catch deyir və will catch deyir. Will-lə hansı zamanlar uzlaşır? Left uzlaşmır, didn't uzlaşmır, won't uzlaşmır. Məna cəhətdən, yəni normalda gələcək uzlaşır. Amma məna cəhətdən uzlaşmır. İndi mənaya baxaq. Deyir ki, əgər sən saat 5-də çıxsan, təyyarəyə, yəni çatacaqsan. Live olar da, yəni belə deyək, əgər sən saat 5-də çıxacaqsansa, yəni çıxırsansa deyirik, ona görə də will live olmaz. Yəni əslində A və B də olar uzlaşma cəhətdən, amma məna cəhətdən sadəcə A variantı uyğun gəlir. Sonra 13-cü sual. My family barbecue yesterday. Yesterday görürəm. Yesterday nədir? İndiki keçmiş zamandır. Ona görə də my family had a barbecue yesterday. 14. Although the pilot was badly hurt, he to explain what had happened. Yəni deyir ki, baxmayaraq ki, pilot çox pis yaralanmışdı, o nəyin baş verdiyini açıqlaya bilirdi, yəni izah edə bilirdi. Will able to'su yoxdur. Could'dan sonra to gəlməz. Bir dəqiqə. Burada bizim to'muz var. Mən buna fikir verməmişəm. To var. Able to olar, amma B'si yoxdur. Could'dan sonra to gəlməz. Wasn't able to, was able to, isn't able to. İndi mənaya baxıram. Yəni deyirəm ki, o açıqlaya bilirdi. Yəni burada niyə elə yazıram? Çünki also var. Deyir ki, baxmayaraq ki, pis yaralanmışdı. Nəyin baş verdiyini izah edə bilirdi. İzah edə bilirdisə təbii ki, inkarlar gedəcək. B variantı. Deməli, burada cümləni oxumadan nə görürəm? Neither-lə or işlənməz, both-lə or işlənməz, either-lə nor işlənməz, both-lə də nor işlənməz. Heç tərcüməyə belə baxmadan cavabın Y variant olduğunu bilirəm, amma biz bu yoldan istifadə etməyik. Birinci cümlənin tərcüməsinə və qaydamıza baxırıq. Deməli deyir ki, love is both sold. Yəni burada mən variantlarıma görə elə bil ki, Y variantıdırsa cavab. Yəni love is neither both nor sold. Yəni neither nor nədir? Nə də, yəni heç biri də deyil. Amma either nədir? Ya da deməkdir. Və mən burada bilirəm ki, birləşmələrdə bunlar. Neither elə bil n-dırsa n-la, e-dirsə elə bil o-la, or-la işlənir də. Either ordu. Neither nordu. Deməli both da bir dəqiqə. Both and. Bunu qayda kimi yadınızda saxlayın ki, sizə lap bilmədiyiniz bir sual olsa, variantları çıxaraq cavabı tapa biləsiniz. Yəni biz də həmin qaydadan, yəni həmin yoldan istifadə etdik. 16-da. The exam was difficult. Bob passed it easily. Təbii ki, burada but olacaq. Yəni imtahan çətin idi, amma Bob bunu asanlıqla keçdi. He went to the dentist. He had toothache. Because olar da. Çünki tərcüməyə baxırıq ki, o diş həkiminə getdi, çünki diş ağrısı var idi. Yəni bu qədər asandır. İndi burada 18-ci suala baxıram. Bu da passive voice aiddir. Deyir ki, passive voice-da düzgün nəyi seçin? Cümləni seçin. Biz passive voice qaydasına çox diqqətli öyrənməliyik. Bunu nəzərə yetirməliyik. Çünki gördüyünüz kimi 11-ci sinifdə də, 9-cu sinifdə də hər bir imtahanlarda düşür və demək olar ki, eyni tiplər düşür. Yəni üsulunu öyrəndikdən sonra rahatlıqla düzgün yazmaq olur. They planted the fields. The fields bizim tamamlığımızdır. Cümləmiz the fields-dən başlayır. Məsələn, burada the fields verir, variantda the field verə bilər, S-siz verə bilər, bunu da çıxacaqsınız, çünki eynisi olmalıdır, yəni. The field verib were yaza bilər, olmaz, cümlə necədirsə elə. They planted, planted nədir? Deməli, keçmiş sadə zamandır. Have getdi, are been olmaz, will be olmaz. B və D variantları qaldı. The fields were planted with cotton, the fields were been planted with cotton. Deməli, bizim düsturumuz necə idi keçmiş zamanda? Were plus V3, yəni been yox idi. Been olmayan variantda B-dir. Yəni düsturları əzbər bilmək lazımdır ki, hansında been var, hansında yoxdur. Sadəcə bitmiş zamanlarda been var. Qalanların hamısı plus V3-dür. İndi passive voice-da düzgün cümlələri seçin. The rule was explained at the last lesson. I hope the invitation will be accepted. The milk in this shop is always fresh. Fresh. Cümlənin sonunda sifət varsa, o passive voice-a çevrilə bilmirdi. Cümləmizin əvvəlində is there, are there, there are, there is sözləri varsa passive voice ola bilmirdi. 3-lər getdi, 4-lər getdi, sona qaldı 1, 2. Yəni belə deyirik, hansı cümlələr düzgündür. Onlarda həmin iki qaydanı tətbiq edirsiniz. 1.
sonda sifət olmaz. 2. Əvvəlində is there, are there olmaz. Baby clothes sold in this shop. Baby clothes cəmdədir. Deməli are, will be, were. 2, 3, 4. D variantı. 21. It is very nice. In a hot day olacaq. Deməli ikinci tərəfdə in olmayanlar getdi. It's very nice at the sea in a hot day. Yəni isti gündə dəniz çox gözəldir yəni. Our teachers want. Bilirik ki, bizim bir neçə qrup feillərimiz var idi və want da nəyə aiddir? Üçüncü qrup feillərimizə aiddir ki, want-dan sonra to işlənir. Our teachers want us to work. We olmaz, object olmalıdır. Us work olmaz. Bilirik to'lu gəlməlidir. Bu da A variantı olacaq. Dəqiqə bunu silin. Hətta bəzi şagirdlər bu qaydada əzbərləməkdə çətinlik çəkirlər və mən bu qaydanın asan yolunu qısa bir video kimi paylaşaram. Əgər istəsəniz, təbii ki, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Deməli, biz qalmışdıq 23-cü sual. 23-cü sual. Fred was involved in the movie. Involved in bilirik ki, bir birləşmədir və involved in-dən sonra ing-li olan, yəni gerundda olan bir feil gəlir. Gerundda olan feilimiz də hansıdır? Makingdir. Yəni, Fred filmi etməyi, yəni həvəskarı idi. Onu çox sevmişdi. Involved in, heyran olmaq mənasındadır. 24-cü sual. Part of Italy are you from? Bilirik ki, bu interrogative sual cümlələrinə aid bir sualdır və cümlədə part of varsa bilirik ki, which gəlir. Yəni, which bundan başqa variantımız mümkün deyil. Ona görə həmişə which olur. Düzgün sual cümləsini seçin. Where you usually? You usually olmaz, do you olmalıydı. Where you had yox, had you. Where have you usually lunch? Where do you? Deməli, where do you have? To have lunch bir birləşmədir. Where do you usually have lunch? D variantı düzgündür. Y variantında where did you usually? Burada did var amma had da var. Ona görə düzgün deyil. Bu da definition'dır. Deməli, exhibition sərgi deməkdir və buna uyğun olanı C-dir. Üçüncü desire layiq olmaq deməkdir. Yəni arzu etmək. C-A, yəni a strong wish to have or to do something, bir şey etmək üçün güclü bir arzusu olmaq. 2 də dessert deməkdir. Yəni o şirin yemək ki biz hər hansı bir yeməyin sonunda yeyirik. Bu da B-dir. C, B, A. Y variantı. Bu da definition'dır. Deməli, prince, prize, bir də peace. Prince, yəni princess deməkdir. A son of king or a queen, yəni 3. 3'ə demək 3 yox. 1'ə A. Sonra 2 prize, mükafat deməkdir. Buna gedəcək. Bir dəqiqə, burada 1, 2, 3 yazılır, amma bu A'dır, B'dir, C'dir. Deməli, 1'ə A getmir, 1'ə bir dəqiqə, mən səhv yazmışam. 1'ə gedir C. 2'yə gedir A, 3'ə də gedir B. Çünki peace nədir? Sülh deməkdir. C, A, B. D variantı. Sonra. Deməli, bu sualda bizə nə deyir? The opposite meaning is to. Deməli, məsələn, cruelty sözünün, kobudluq sözünün əks mənası kindness, mehribanlıqdır. Bir düzgündür. Politeness, rudeness, bu da düzgündür. Mehribanlığın əksi, kobudluqdur. 1-2. Bu qədər. Deməli, növbəti sualımız 29-cu sualdır. Bizdə burada deyir ki, müsbət məna olan insan xarakterlərini yəni seçməliyik. Generous, səxavətli deməkdir. Greedy, mənfi mənadadır. Attentive, diqqətli deməkdir. Impolite, bilirik ki, nəzakətsiz mənasındadır. Bu da mənfi mənadadır. 5-ci isə gentle, yəni mədəni deməkdir. Ona görə də cavabımız 1, 3, 5, yəni B variantı. Deməli, 3-cü sualımız. 3-cü sualda bizə nə verir? Deyir ki, altından xətt çəkilmiş sözün yaxın mənasını tapın. Close, meaning-lə yazanda, deməli, close, burada qeyd kimi yazaq. Meaning, bu, deməli, yaxın mənalı deməkdir. Yaxın mənalı. İndi, bizə burada verib ki, the city has banned smoking in all public buildings. Şəhər, deməli, smoking, yəni smokingi nə edib? Qadağan edib. Band qadağan etmək deməkdir. İndi bunun yaxın mənasını istəyir. Prohibitdir. Çünki prohibitdə həmçinin qadağan etmək deməkdir. Allow bunun əksidir. Proclaim elan etməkdir. Appreciate qiymətləndirməkdir. Accept də qəbul etməkdir. Sonra 31-ci sual. Bizə burada deyir ki, düzgün sinonim cütlərini seçin. Marvelous, splendid.
düzgündür. İkisi də möhtəşəm mənasındadır. Tolerant, patient. Tolerant da səbirli deməkdir. Magnificent, ordinary. Ordinary adi deməkdir. Magnificent isə özəl. 4-də smooth, raw. Smooth yumuşaqdır. Raw isə bərk. Ona görə də 1 və 2-dir. 32-də bu da elə həmin sualdandır ki, bir fərq var. Burada antonim istəyir. Düzgün antonimlər seçin. To wish, to desire. Bu yaxın mənalıdır. To fail, to pass. To fail məğlub olmaq, amma pass yəni keçmək, imtahanda keçmək və imtahanda keçməmək o mənada. Antonimdir. To adopt, to accept. Bu da yaxın mənalıdır. To notice, to seek. Yəni to seek sezmək, notice də sezmək. To mend, to repair. Bunlar səhv düşüb. To'dur bu. Repair bərpa etmək, mend də bərpa etməkdir. Ona görə cavabımız B variantı. İzahımız isə bu qədər idi. Növbəti videolar üçün kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.